3 dekabr Beynəlxalq Əlilliyi olan şəxslər günü Qusarda xüsusi təntənə ilə qeyd olunub. Qarabağ və Vətən müharibəsi iştirakçıları üçün təşkil olunan tədbirdə rayon icra başçısı, Vətən müharibəsi iştirakçıları, qazilər, fiziki qüsurlu şəxslər və deputatlar iştirak edib. Tədbir iştirakçıları əvvəlcə gənc rəssam 3-cü qrup əlil Orxan Bəkirovun foyedə qoyulmuş döyüş bayrağı əsəri ilə tanış olublar. Tablo tamamlandıqdan sonra rayonda onun rəsm guşəsinin açılacağı bildirilib. Tədbirdə çıxış edən rayon icra başçısı Sahir Məmmədxanov ölkədə əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Çox sevinirəm ki, bir həftə bundan öncə Cənab Prezidentimizin 2020-ci il sərəncamına uyğun olaraq şəhid ailələrinə, qazilərə və əlillərimiz üçün evlərin 112 mənzildən ibarət 2 binanın ikincisinə başladıq. Artıq onların təməl qoymasını biz təntənəli qeyd eləməsək də inşallah düşünürəm qısa vaxtda əlimizdən gələn eləyək ki 112 və onun yerdə qalan təqribən 160 növbədə duran əlillərimiz və onları təmin edək. Milli Məclisin üzvü Azər Badamov da Qarabağ və Vətən müharibələrində xəsarət almış şəxslərə daha güclü olmalarını tövsiyə edib. 1-ci Qarabağ müharibəsinin və Horadiz əməliyyatının iştirakçısı, Qırmızı Əmək Bayrağı ordenli ehtiyatda olan polkovnik Şair Ramaldanov, Vətən müharibəsi qəhrəmanı, ehtiyatda olan mayor Renas Şıxnəbiyev, 1-ci Qarabağ müharibəsi əlili Səmayə Bədəlova, 1-ci Qarabağ müharibəsi iştirakçısı Qusar şəhər bələdiyyəsinin sədri Təlim Yarmətov və digərləri döyüş xatirələrindən söz açıblar. 1-ci Qarabağ iştirakçısı kimi yaralıların da oldu, şəhidlərin də oldu və təbii ki, müharibəni keçən hər bir insan başqa bir hisslər keçirir. Bu hisslər demək olar ki, sözlə demək olmur. Ona görə də bugün biz beynəlxalq əlillər günü bizim qazilərlə onlara dəstək olmalı. Və mən düşünürəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Başqomandanı, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev qazilərə, veteranlara, bütün xalqın qarşısında birinci şəxs kimi öz tapşırığını verir. Mən 92-ci il 8 sentyabr ayında Laçın rayonunun Güləbir kəndində birinci addımı oradan atmışam. Oradan da işğaldan azad olunan ərazilərin axırıncı da Füzulinin Qaradiz qəsəbəsindən Milliyə düşərək tam əlillik götürəndən sonra müharibədən çıxmışam. Bugün bizi yad eləmək üçün hər bir tədbir üstünə təşəkkür edirəm ki, bugün fəxr edirəm ki, mən sağ-salamat gəlib beləki bir gündə mənim silahdaşların içində iştirak edirəm. Beynəlxalq əlilliyi olan şəxslər gününə həsr olunan tədbir Qusar Mədəniyyət Mərkəzinin və Qusar Dövlət Ləzgi Dram Teatrının əməkdaşlarının ifasında vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri və gözəl rəqslərlə davam edib. İfa edilən mahnı və rəqslər əlilləri nəinki şənləndirib, onların bir anlıq qayğı və problemlərini unutdurub. Aytəkin Alxaslı Sadiq Məmmədov, Bizim Media Şimal Bürosu.